Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Şənbə söhbətləri ədəbiyyat almanaxı yenə də efirdədir, əziz dinləyicilərim. Bu yaxınlarda haqqa qovuşan Vidadi Babanlını və Elçin Əfəndiyevi yada salacağıq. Ədəbi yaddaş rubrikamızda bu iki nəhəng sənətkar anılacaq. Studiyamızda qonaq var, ədəbiyyatşünas Nərgiz Cabbarlı. Nərgiz xanım, xoş gəlmisiniz. Studiyamıza çox çətin bir dönəm yaşadıq, çox çətin itkilərimiz oldu ardı-ardına və ürək ağrısıyla biz həmin insanları yada salmaq, onların haqqında danışmaq borcumuzdur və mən istərdim ki, siz bir neçə kəlmə bu barədə danışasınız. Əvvəla dəvətiniz üçün təşəkkür edirəm. Bəli, həqiqətən də ard-arda ədəbiyyatımız, ədəbi cəmiyyətimiz, ümumiyyətlə cəmiyyətimiz, xalqımız ağır itkilər yaşadı. Bir-birinin ardınca xalq yazıçısı Elçin vəfat etdi, Vidadi Babanlı vəfat etdi, Məmməd İsmail vəfat etdi, Kəramət vəfat etdi və bu imzaların hər biri Azərbaycan ədəbiyyatında yeri olan imzalardır və buradan ancaq təskinlik verici bir məqam odur ki, onlar bizim ədəbiyyatımız elə izlər qoyublar ki, o izlərlə hər zaman yaşayacaqlar. Heç onlar haqqında belə deyək də, keçmiş zamanda danışa bilməyəcəyik. İnsana yuxu kimi gəlir. Təbii ki, çünki biz bu insanlarla yaradıcılığı ilə böyümüşük. Bəli. Biz onlarla sənətə gəlmişik. Tək yaradıcılıqla böyüməkdən başqa mən ziyalıların hər biri ilə şəxsi ünsiyyətim olubdu. Mətbuatda işlədiyim vaxt dəfələrlə müsahibələr almışam. Ədəbi tənqidlə məşğul olduğum vaxt dəfələrlə haqlarında yazmışam. Elçin Əfəndiyevin haqqında yazılan bəlkə də sonuncu kitabı mən işləmişdim. Elçin və kino kitabı, hansı ki Şərqəb nəşriyyatında keçən il işıq üzü gördü. Kitab festivalında təqdimatı oldu. Kitab festivalında təqdimatı oldu keçən il və mən çox sevinirəm. Yəni mənim üçün bu bir təskinlikdir. Çünki Elçin mənim təkcə yazıcı kimi deyil, eyni zamanda insan kimi şəxsiyyətinə böyük hörmətim olub, böyük sevgim olubdur. Mənim üçün məsələn böyük təskinlikdir ki, o kitab tiraja getməsə belə biz o kitabın təqdimatını keçirtdik və çox möhtəşəm bir təqdimat oldu Expo mərkəzində. Çox müxtəlif ziyalılar, Elçin Əfəndiyev adını eşidən ziyalılar gəldilər, orada iştirak etdilər, maraqlı fikirlər söylədilər və orada da Elçin mənim bir söz işlətdi ki, mən Nərgizə keçən dəfə də dedim ki, hər şeyin təzəsi dostun köhnəsi. Həqiqətən mən mətbuata təzə gəlmişdim o zaman Elçin Əfəndiyevlə müsahibə alanda və mən orada belə bir müsahibəmdə belə bir qeyd eləmişdim ki, bəzən yazıçılar müxtəlif olurlar. Həmişə istəyirik ki, onların şəxsi dünyasına, dünya baxışlarına, hətta şəxsi anlamda həyatlarına nəzər salaq. Çünki bilirsiniz, yazıçılar cəmiyyətin həmişə maraq dairəsində olan insanlardır və ən çox mən Elçin müəllimi xatırlayanda onun imzaları olan münasibətini xatırlayıram. Yəni çox mütaliəli yazıçı idi. Həmişə gəncləri, cavanları izləyirdi və hər zaman onlar haqqında söz deməyi, istedadı gördüyünü ona çatdırmağı özünün elə bir mənəvi borcu hesab edirdi və məsələn mən bugün çox böyük qürurla deyirəm, 525-ci qəzetdə Ədəb prosesində nə baş verir adlı 3 səhifəlik, böyük səhifəlik yazı yazmışdı. Əslində bu kitab mənim kitabım haqqında yazı deyil, amma mənim kitabımdan çıxış edərək ədəbi prosesə həm mənim fikrimə münasibət bildirir, həm ümumiyyətlə mənim fikrimlə opponent bir mövqedə durur və çox maraqlı bir yazı ilə çıxış eləmişdir. Tək mənə aid olan bir məsələ deyil bu, Ayşə xanım. O bütün ədəbi mühitdə meydana çıxan, yaradıcılığı olan, istedadını gördüyü, hətta belə deyək də, bəlkə ədəbiyyatın böyük anlamda qəbul etməyib, amma o istedadı görürdüsə onun haqqında mütləq nə isə bir söz deyirdi və bu həqiqi mənada gənclər üçün böyük hissim oldu. Çox gözəl bir cəhətdir. Bir ustad sənətkar üçün bu cür olmaq çox gözəl. Və üstəgəl Elçin Əfəndiyev bir tərəfli şəxsiyyət deyildi, bilirsiniz. O tənqidçi kimi elə yazılar yazıb ki, yəni bugün ən professional tənqidçi üçün belə o yazılar məktəb ola bilər. Azərbaycan romançılığında elə bir iz qoyub ki, ölüm hökmü ilə, bilirsiniz, Ağdəvə ilə, Mahmud və Məryəmlə. Yəni o iznə hələ bundan sonra çox insanlar addımlayacaqlar və təkcə romançı kimi yox, eyni zamanda roman tədqiqatı ilə məşğul olan insanlar. Hekayə yazarı kimi möhtəşəm obrazlar, elə xarakterlər, elə detallar verib ki, məsələn, mən bu dəqiqə Elçin deyəndə gümüşü rəng düşür yadıma istər-istəməz. Çünki o obrazın hər birinin üzərində, belə deyək də, kolorit var.
bilirdim onun kino yaradıcılığı istiqaməti var, əsərləri səhnələşdirilibdi, oynanılıbdı. Amma bu dərəcədə çox olduğunu tutaq ki, mən bilmirdim və onların hər birinin içinə girdikcə, tamaşaları mən filmlər haqqında yazdım və onların hər birinin içinə girdikcə gördüm ki, orada əslində bəlkə kino tənqidçilərinin nəzərdən qaçırdığı nə qədər incə nüanslar var imiş, nə qədər sətir altı çatdırmaq istədiyi məqamlar var imiş. Bəlkə ondan asılıdır ki, o Azərbaycan insanını, gəncini, yeniyetməsini, qocasını yaxşı tanıyırdı. Elçinin yaradıcılığında o Bakı mühitinin koloriti, Bakı insanının xarakteri, yəni o dərəcədə incəliklə işlənib ki, yəni əlbəttə burada indi Bakı mühitində böyümədə var. Onun yaşadığı evdən asılı ola bilər. Şəhər içində yaşayır. Bəli, çox güman ki, amma bilirsiniz necə, burada yazıçı istedadını təbii ki, danmaq olmaz. Çünki şəhər mühitində və yaxud olsun kənd mühitində yaşayıb da o incəlikləri duymamaq da mümkündür, verə bilməmək də mümkündür. Nərgiz xanım, bir çox yazıçıların, mən bilmirəm indi bəziləri necə deyər, amma ayrı-ayrı yazıçıların da yaradıcılığa gəlməyində Elçinin çox böyük rolu var. Hətta özü ilə münasibətdə olmasalar belə, onun əsərlərini oxuyaraq çox adam ədəbiyyata atıldı. Mən yazıçı böyüklüyünü yalnız onda görürəm ki, həmən yazıçını uşaqda oxuya bilsin, böyükdə, yaşlı da oxuya bilsin. Onun uşaqlar üçün də Humayun Yuxusu, digər əsərləri də var ki, orada da məsəl üçün sırf uşaq yazıcısı kimi çıxış edir. Yəni orada o mürəkkəb konstruksiyaları artıq görmürsən. Orada sırf uşağın başa düşəcəyi şəkildə, sadə bir şəkildə öz fikrini izah edir və Elçin yaradıcılığının spesifik bir xüsusiyyəti də var ki, Elçinin folklordan qaynaqlanma bacarığı olubdu. Hazır süjetləri elə bir şəkildə işləyibdi ki, yəni onun folklordan qaynaqlandığını əgər tutaq ki, məsəl üçün də Mahmud və Məryəmi bilməsəydik, adını da elə Mahmud və Məryəm qoymasaydı, bəlkə biz onu tamam başqa bir əsər kimi görə bilərdik. Yəni bu bacarığı da Elçinin həmişə necə deyərlər, köməyinə çatıbdı. Görməsi, müşahidəsi unikal idi da bu insanın. Və təbii ki, onun Azərbaycan ədəbiyyatında izi danılmazdı, yeri danılmazdı. Bu müzakirəyə gələcək bir məsələ deyil. Elçinin əsərləri hər biri öz həyatını yaşayır, bundan sonra da yaşayacaq. Elçin Əfəndiyev bugün aramızda, sıramızda olmasa belə, yəni onun insan kimi də, şəxsiyyət kimi də, ədəbi sima kimi də, ədəbi nüfuz kimi də, yəni o elə yazıçılarımızdan ki, bizdə yazıçı nüfuzunu ömrünün sonuna qədər qorumağı bacarmış bir yazıcı. Bilirsiniz, bizim o cəmiyyətdə o silkələnmələr dövründə, o çalxalanmalar dövründə. Amma Elçin mənim heç vaxt o nüfuzdan düşənlər də oldu, yazıçı nüfuzunu itirənlər də oldu. Amma Elçin Əfəndiyev həmişə və mən bir də onu bir oğul kimi, yəni ona olan sevgimin, hörmətimin qaynağında onun oğul kimi İlyas Əfəndiyevə münasibəti həmişə böyük qibtə ilə, hörmətlə izlədiyim bir münasibətdir. Çünki hər dəqiqə, hər imkan düşən məqamda o İlyas Əfəndiyev deyirdi və bu, necə deyirlər, sevgini, bu böyüklüyü həmişə yaşatmağa çalışırdı. Ədəbi yaddaş. Daha bir nəhəng sənətkarımız, əsərləri ilə böyüdüyümüz, əsərləri ilə ta məktəb illərindən, yəni puxtələşdiyimiz, necə deyim, ədəbiyyatı o insanla sevdiyimiz Vidadi Babanlı, təvəzzökar, hər kəsdən gizlənən və böyük yazıcı. Doğrudan da çox gözəl yazıcımız Vidadi Babanlı da anılır ədəbiyyatdaş rubrikamızda. Mən istərdim onun da haqqında, bax sizin dilinizdən öz düşüncələrinizi deyəsiz. Buyurun. Allah rəhmət eləsin, Vidadi Babanlı ilə də bizim belə deyək də dəfələrlə ünsiyyətimiz olub. Hətta bilirsiniz o son vaxtlarında ayağı qırılmışdı, evdə yatırdı, evdən kənara çıxa bilmirdi. Evində də olmuşam, bizim bir ustad jurnalı nəşr olunurdu. O jurnal üçün ondan müsahibədə götürmüşəm mən son vaxtlarında. O da Azərbaycan ədəbiyyatında öz yerini qoymuş, izini qoymuş bir yazıcıdır. Amma çox qəribədir. Bilirsiniz, bax indicə başqa bir yazıcı haqqında danışdıq və indi Vidadi Babanlı haqqında danışırıq. Bu yazıcılar arasında doğrudan talelər fərqlidir. Doğrudan ədəbiyyata o salınan izlər fərqlidir. Vidadi Babanlı məhz Vicdan Susanda ilə yadda qalan bir yazıcıdır. Vidadi Babanlı məhz Vicdan Susanda romanı ilə ədəbiyyatımızda dərin bir iz qoyub, amma ondan sonra yazdığı əsərlər pis əsərlər deyil əslində. Yəni oxuyanda baxırsan ki, istər o mənim gizlinlərim olsun, istər digər əsərlər olsun, yəni maraqlı əsərlər. Amma
Bunların heç biri vicdan susanda olmadı, özü də bilirdi onu. Əslində uğurlu bir yazıçıdır. Bəli. Bir əsərlə bu qədər sevildi və bu qədər insanların beyninə həkk oldu. Beyninə həkk, amma o əsər nə böyük faciələrdən, nə böyük çətinliklərdən keçdiyini bilmirəm. Yəqin ki, bizim oxucularımızın arasında, sizin dinləyicilərinizin arasında bilənlər də var, yəqin ki, bilməyənlər də var. Amma bu əsərin çap olunması ilə bağlı çox böyük problemlər yaşayıbdı. Onu hətta partiya sıralarından çıxarılması, töhmət verilməsi, yəni belə məqamlar da olub ki, Sovet insanı, bilirsiz, bu Sovet dövründə yazılmış bir roman idi. Sovet insanının vicdanı susa bilməz. Belə bir ittihamla ona qarşı hətta belə deyək də Yazıçılar Birliyində iclas keçirilibdi. Orada bir sıra Rəsul Rza, Süleyman Rüstəm deyib, gənc adamdır, cavan adamdır. Gəlin bunu bir töhmətlə aradan çıxardaq. Amma Vidadi Babanlı partiya biletini çırpıb stol üstünə çıxıbdı. Qorxmaz bir addım idi. Çünki sənin həyatın Sovet dövrünü bizim də bir həyatımızın bir kiçik bir hissəsi də olsa o dövrü yaşamışıq. Sovet dövrünün çox belə tipik qanunları vardı ki, o qanunlardan biri də partiyaya sədaqət, partiyaya sevgi və partiyaya xidmət idi. Və buna qarşı çıxmaq... Amma ilk olaraq müstəqilliyimizin carçısı olaraq həmən yazıçılar öz partiya biletlərini o dövrü çox yaxşı xatırlayıram, yandırdılar. Amma bəli, o sonraki dövr idi. O sonraki dövrdə bunu etmək, o da cəsarət tələb edirdi, amma artıq proseslərin... Hətta həmin dövr içində belə cəsarət tələb edirdi. Bəli, o dövr içində cəsarət tələb edirdi, amma proseslərin artıq elə bir mərhələsi idi ki, bunu etmək özdə biraz belə deyək, kütləvi hal artıq alırdı. Bəli. Yəni burada artıq bir nəfərdən söhbət getmirdi. Amma Vicdan Susanda romanı, yəni ilk mərhələdə çox böyük fiyaskoya uğramışdı və o romanın nəinki çapı, nəinki təbliğatı. Amma sonra uğurlu oldu. Amma sonra rus dilinə tərcümə olundu və çox böyük, özdə səhv eləmirəmsə 100 minə qədər tirajı qalxdı və bütün nəinki Azərbaycanda, Sovet məkanında məşhur bir romana çevrildi və bu roman özdə belə deyək də öz taleyi ilə bərabər yazıçıya da bir qəribə bir talih yaşatdı. Və uğur gətirdi və ona ömür uzunu tanınmış, ömrü boyu hər yerdə Vidadi Babanlı deyəndə Vicdan Susanda yada düşdü, Vicdan Susanda deyəndə Vidadi Babanlı yada düşdü. Şeirlə gəlmişdi yaradıcılığı, özü o vaxt Şıxlı imzası ilə, Vidadi Şıxlı imzası ilə şeirlər yazırdı və sonra özü də bir dəfə bir müsahibəsində dedi, söhbət eləyən dedi ki, mən sonra bir povest yazdım, Gəlin povestini. Ondan sonra mənə dedilər ki, səndə nəsrdə yaxşı alınır və mən qərara gəldim ki, bundan sonra nəsrlə məşğul olacağam. Bunun özü də yaxşı bir, necə deyim, qabiliyyətdir ki, insan sənin yaradıcın harada daha çox uğur qazanırsa, ora istiqamətlənmək cəsarətini özündə tapasan. Bundan başqa Vidadi müəllimin əslində səhnələşdirən əsərləri də var, amma yenə deyirəm, məsələn, o Gizlinlər romanı həyatı ilə bağlı bioqrafik bir romandır. Hətta o da çap olunanda biraz müəyyən narazılıqlar, müəyyən incikliklər, müəyyən belə problematik məqamlar çıxdı ortalığa. Yəni bu baxımdan da bu xatirələr məsələsində də mən həmişə rəhmətli Vaqif Səmədoğlu'na bir də soruşum, siz yazında niyə yazmırsınız xatirə? Sizdən yaxşı xatirə kitabı mən yəni təsəvvür eləmirəm ki, başqa kimdə ola bilər. Deyirdi, yox, sən bu cəmiyyəti bilmirsən, axı görmürsən, axı bu bir cümlə yazırsan, o cümləyə aid bəlkə bir 10 yerdən reaksiya gəlir. O baxımdan da əslində Vidadi Babanlı burada da cəsarətli olmuşdur. Azadlıqdır, yaradıcılıq yox, yaradıcılığın özünün o qədər çərçivələri var, o qədər qəfəsi var ki. Təbii ki, yazıçı onu nəzərə almaya bilər. Bəli. Yazıçı bəzən nəzərə almaya bilər, amma hər yazıçı da onu eləməyə bacarmır və orada da Vidadi Babanlı istədiyin ki, o Gizlinləri yazanda bir cəsarət göstərmişdi, Vicdan Susanda olduğu kimi. İnsan olaraq necə idi Nərgiz xanım, siz onunla ünsiyyətdə olmuşsunuz? Çox sadə, çox səmimi, çox mehriban. Yəni onunla bilirsiniz necə, bəzi yazıçılar bəzən, mən bu yenə deyirəm, mən bu 25 ilə yaxın mətbuatda çalışmış bir adamam və bu müddətdə də demək olar ki, elə bir yazıçı olmayıb. Hamısı ilə görüşmüş. Söhbətim olub, özüm yazıçılar birində işləmişəm, onlarla kontaktım olub. Yəni bilirsiniz, bir çox yazıçılar, xüsusən də əgər qarşısındakı adam səndən müsahibə götürməyə gəlibsə, arada bir qəribə bir sərhəd qoyur. O sərhəddən keyfi istəyəndə icazə verir səni keçmək, keyfi istəyəndə icazə vermir. Amma Vidadi Babanlı'la qətiyyən bir sərhəd yox idi. Yəni nədən istəsən, nə istəsən. Rahat insan idi, rahat danışa bilərdi, səmimi danışa bilərdi. Düzdür, bəzən subyektiv ola bilərdi, amma o subyektivin özündə belə bir qəribə səmimiyyət vardı. Yəni sən hiss edirdin ki, burada subyektiv danışdı.
Onu sən bir qarşı tərəf kimi hiss edirdin ki, burada nəsə bir incə bir cığallıq məqamı var, öz tərəfindən danışdı. Amma onunla belə o səmimiyyətini həmişə mən Vidadi Babanlını sevmişəm. Allah ona rəhmət eləsin və hər iki yazıçı da qalacaq. uzun ömür yaşadı. Amma mənə elə gəlirdi ki, bunlar daimidirlər. Məsələn, Elçin Əfəndiyev mənim üçün o daimi, sanki o daimi qalacaqdı. Bax bu cür bir hissiyatım var idi. Çünki yaradıcılığı ilə yaratmışdı da o və onun bu yaşa gəlib çatmağı da mənə qəribə gəldi. Mənə elə gəldi o gəncdir. Çünki onun yazıları gəncdir və Vidadi Babanlı da bəlli bir ömür yaşadı. Siz Elçin müəllimin özü də həmişə cəmiyyət içərisində olan bir adam idi. Yəni yaş elə bir şeydir ki, bu birinci o yaşı yaşamaq o özü də bir xoşbəxtlik. Çox sağ olun Nərgiz xanım, sizə qonaq gəldiyinizə görə. Ədəbi Yaddaş rubrikasının sonuna gəldik. Bu dəfə Şənbə söhbətləri Ədəbiyyat Almanahının Ədəbi Yaddaş rubrikasında bizim gözəl yazıçılarımız Elçin Əfəndiyev və Vidadi Babanlı anıldı. Təşəkkür edirik sizə. Verilişi sizin üçün hazırladılar. Müəllif Aysel Fikrət, rejissor Anar Məmməd. Sən yoxsan, səninlə bitdi yalan. Bilmirəm nə oldu səndən qalan. Barışdım bu dünyayla, barışdım. Axır ki sənsizliyə alışdım. Yollarından gözlərim yığışdı. İnandım, aldandım mən yenə də. Nə yazıq biz görüşən günə də. Nə yazıq mənsiz qalan sənə də. Nə yazıq mənə də. Dağ bildim sən dağ oldun sinədə. Heç demə qar yağarmış sənə də. İnandım, aldandım mən yenə də. Yenə də, yenə də. İnandım,